Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə Məlik Şahsalov küçəsindən demək 1.8 sotun içində 4 otaqlı 110 kvadratlıq tam təmirli gir yaşa vəziyyətində olan bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarını verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərdə çatdırıram, bu ev satış üstündə tikilsə də tam standartlara uyğun inşa olunub. Yəni fundamentli kəmərdir, vurulub. Bunu nəzərdə çatdırım. Yəni istədiyiniz bir prorabı gətirib yoxlatdıra bilərsiniz. Ev kuru qavoy qoşadaşdan inşa olunub. Gördüyünüz kimi bura həyət sahəsidir. 70 kvadrat həyətdir, 110 kvadratda ev özüdür. Evin də otaqları geniş, ürəyaçan, əlverişlidir. Gördüyünüz kimi burada, hörmətli izləyicilər, zirzəmə hissəsidir. Kürsüsü də gördüyünüz kimi, hörmətli izləyicilər, istədiniz burada artıq əşyaları yığa bilərsiniz. Keçən indi evin içi ilə tanış olağın. Evin həyətyanı sayəsində rahat 200 maşın daxil ola bilir. Bax, hörmətli izləyicilər, burada bir neçə dənə ev tikilib. Görürsünüz, yaxın qonumlar üçün, yəni kimlərsə, iki qardaş, bacı qardaş, ata oğul ev almaq istəsələr, yəni burada bir-birinə yaxın evlər var. Özü iki ev birdən satılsa endirim də normal olar. Yəni bunu nəzərdə çatdırın. Buradan daxil oluruq evin içinə. Burada dəhlizi təxmini hardasa 1.80-1.90-dır, rahat 2 metrəyə yaxındır. Ev yenə gözəl, zövqlə yığılıb aboylar, zövqlə aboylardır. Sol tərəfdə mətbəxdir. Mətbəxi hardasa 14-15 kvadrat olar. Pəncərələri geniş, ürəyaçan pəncərələrdir. Tavanları çəkirəm, qəşəng sərgəli tavanlardır. Figurlardan yığılıb, sadə figurlardır. Demək, kombi sistemlər çəkilib, kombi sistemlər danışıqdan asılır. Bura qonaq otağıdır. Qonaq otağı da hardasa 4 metrənin 7 metrəyə olar. Təxmini hardasa 30 kvadrata yaxındır. 28 deyək də, 30'a yaxın. Ağ qapılardan istifadə olunub, aboylar da həqiqətən çox gözəl, zövqlü aboylardan istifadə olunub. Burada sağda, dəhliz sonda sanuzverdir. Sanuzverdə qranit mərmərlərdən yığılıb, görürsən kafirlərdən yığılıb, yuxarı asma tavandan yığılıb, yəni padisnoy. Düşqabına da yeri hamısı nəzərdə qoyulub, hamısı nəzərdə alınıb. Hamamın aksesuarları yenə qiymətin danışıqdan asılıdır. Sol tərəfdə bir uşaq otağıdır. Evin demək olar, bütün otaqlarla tam rahat evin içində işıq düşür. Ev havalanmaya uyğun bir evdir. Sonda burada 16 kvadratlıq 4'ün 4'ə bir yataq otağıdır. Aboylar da həqiqətən çox zövqlü aboylardır, hörmətli izləyicilər. Ev həqiqətən zövqlü təmir olunub. Ev sahibində gözəl zövqü var həqiqətən. Bununla nəzərdə çatdırın. Bax, bunun da otaqları həqiqətən aboyları gözəl, qəşəng aboylardan istifadə olunub, ağ qapılardan istifadə olunub. Ev elə bir işıq yandırsan, işıqlı görsən də həqiqətən evin təmirinə söhbət ola bilməz. Ev sahibinə halal olsun da çox qəşəng zövqlə təmirlətdirib evi. Polları da gördüyünüz kimi təmiz laklanıb, hazır evdir, gir yaşlı vəziyyətində olan evdir. Alandan bir dənə gəlib mətbəxin yığdıracaq. Kombi sistemləri, aksesuarları evin qiymətini danışıqdan asılıdır. Yenə qeyd edirəm, hörmətli izləyicilər, burada bir neçə dənə ev tikilib, ikisinin çəkəsi oldu. İstədiyiniz formada gəlib burada, yəni cüt evlər də ala bilərsiniz. Qohumlar, qərəba, yaxın adamlarla. Burada bir neçə dənə ev tikilib. 1, 2, 3, 4 indi çəkdiyim, hələ də biri də yenə tikilib. Təmir gedir içində. Yaxın qohumlar üçün əlverişlidir. Belə, kimlərsə evini satmaq istəyirsə 055-389-3808 nömrəsi ilə əlaqə saxlayın. Evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, TikTok'da, Instagram'da seçil əmlak, yəni seçib almaq səhifəsinə daxil olursunuz. Orada evlərimizi izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırıb, zəng vuran zaman kodları yaddan götürmək, yaddan çıxmasın. Hörmətli izləyicilər. Demək, YouTube'da da seçil əmlak kanalına girəndən sonra yuxarıda videolar bölməsi var. Orada daxil olursunuz, orada istədiyiniz qiyməti evlər izləyə bilərsiniz. Abunə olmağı da unutmayın. Zınqırov adlı bildirim işarəsində həmişə abunə olun ki, bütün evlərə, yəni hər evlər satışa çıxanda sizə bildirimləri çatır. Bu evin də qiyməti 115 mindir. 4 otaqlı evlərdə demək olar, hamısı 115 mindən start qiymətdən başlayır. Hamısı da 4 otaqlıdır. Standart 1.8 sotun içində 70-70 kvadrat həyətlərdir. Həyətində də 3-4 maşın daxil ola bilər. Baxın, bir neçədən evdir. Yaxın qohumlar, adamlar, kimlərsə bir-birinə yaxın olan adamlar gəlib burada evlər rahat ala bilərlər. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin, Allah satana da. Amin.